Salam, hər vaxtınız xeyir olsun, əziz futbol həvəskarları, dəyərli MyTV Sport kanalının izləyiciləri. Yeni bir layihə ilə, yeni bir kontentlə qarşınızdayıq. Hansı ki, MyTV Sport kanalı vasitəsilə siz artıq şahid olmusunuz ki, biz tamaşaçılarımızı, izləyicilərimizi düşünürük. Bu layihədə isə tamamilə biz izləyicilərimizə bir adımda yaxın olmaq istədik və bugün bu layihədə mən ətraflı olaraq bir qədər sonra izah verəcəm, amma onu qeyd etmək istəyirəm ki, MyTV Sport kanalı hər zaman olduğu kimi Şəffaf Futbol Klubu ilə birbaşa əlaqəlidir. Bu bizim digər layihələrimizdə, kontentlərimizdə öz əksini tapıb. Bugün də məhz bu sorğumuz, bu şəhərdə sorğumuz tamamilə Şəffanı özündə etibar edəcək. İstəyirəm ki, bir qədər layihəmiz haqqında bəhs edim. Əlimdə gördüyünüz kimi 4 zərf var və hər zərfdə bir sual var və sualın arxasında isə artıq hədiyyə. Siz sualı tapdıqca hədiyyəni də qazanacaqsınız. Və söz uzatmaq istəmirəm, amma ondan öncə də bir şey qeyd edim ki, bizim MyTV Sport kanalı vasitəsilə bütün layihələrimizin bir sponsoru var. Məhz bu da My Group Holdingdir. Onlara dərin minnətdarlığımızı bildiririk və bu gün də bu hədiyyələrimizi My Group Holdingin daxilində olan Marshops mağazalarından biz izləyicilərimizə, tamaşaçılarımıza hədiyyə olaraq verəcəyik. Söz uzatmaq istəmirəm, artıq şəhərdə sorğumuza başlaya bilərik. Məhz zərflərimiz var, 4 dənə zərfimiz var. Burada suallar ünvanlanıb, arxasında isə hədiyyə. Buyurun, hansını siz seçin. Özünüzü açın. Şəffaf FK'nın sponsoru kimdir? Dijevo. Xeyr, təəssüf ki. Siz üçün bir şans da verək. My Group. Bəli, My Group Holdingdir. Təbrik edirik sizi. Bu bir şansı dəyərləndirdiniz. Düşünürəm ki, mənim üzərimdəki yazıdan oxudunuz. Sizin bəxtinizə bir qədər rahat sual oldu. Zəhmət olmasa hədiyyəsini təqdim edək. Bugün hədiyyəmizi siz açın, siz də baxın. Mike-dən stereo AirPods-dır, bəli, yüksək səs keyfiyyətinə malikdir. Sizə şad xəbərlər eşitməyi diləyirik. Təbrik edirik bir daha. Sağ olun. Elimizdə 3 zərf var. Təbii ki, verilişə 4 zərfdən başladıq. Artıq bir hədiyyə qazanılıb. Bu 3 zərfdə sual yazılıb və arxasında da hədiyyəsi. Buyurun seçin, şansınızı yoxlayın. Şəffaf Klubun rəsmi Instagram hesabını izləyirsiniz. Şəffaf Futbol Klubunun rəsmi Instagram hesabını izləyirsiniz. Hədiyyəmizdə Type-C simli qulaqçıq idi. Şəffanın rəsmi Instagram hesabını izləməyi unutmayın. Çox sağ olun. Əlimdə gördüyünüz kimi 3 dənə zərf var. Suallardır, arxasında isə hədiyyə. Buyurun, hansını istəyirsiniz çəkin və də sonra da düzgün tapsanız hədiyyə də qazanın. Tam rahat cıra bilərsiniz. O hədiyyədir, arxası tərəfə çevirən. Şəffaf Futbol Klubunun oyuncularının ikisinin adını çəkə bilərsinizmi? Çox sağ olun, izləmədə qalın. İnşallah növbəti bölümlərdə qazanarsınız. Salam, hər vaxtınız xeyir olsun. Adınız necədir? Məmmədov Abdullah. Şad oldum. Əlimdə gördüyünüz kimi 3 zərf var. Şəffaf Futbol Klubu ilə bağlı suallardır. Hansına ki, düzgün cavab versəz, önündə sual yazılıb, arxasında isə hədiyyə. Ümumiyyətlə, Şəffaf Futbol Klubunu tanıyırsınızmı? Bəli, tanıyıram. Səhv etmirəmsə 2-ci liqada oynayır və 1-ci liqada yüksəltdir. Aha, buyurun. Seçim. Buyurun. Şəffaf Futbol Klubu oyuncularının ikisinin adını çəkin. Aha. Mən hücumçulardan səhv etmirəmsə Amil var idi. Aha, bəli, Amil və deyəsən Tərlan Quliyev. Tərlan Quliyev. Bəli, doğrudur. Hədiyyə qazandığınız hədiyyəmiz isə Mike-dən stereo AirPods, yəni simsiz qulaqçıqdır, yüksək səs keyfiyyətinə malik. Hədiyyəni sizə artıq verək. Açın, baxın. Təbrik edirik. Çox sağ olun. İstədiyiniz kimi. Sağ olun, minnətdar. Hər vaxtınız xeyir olsun. Adınız necədir? Hüseyn. Şad oldum. Məhz əlimdə gördüyünüz kimi 2 zərf var. 4 zərfdən başlamışıq, artıq ikisini də cavablandırır və hədiyyələr qazanıb. 2 zərfdir, zərfdən istədiyiniz birini çəkin. Sual və arxasında da hədiyyə var. Şəffaf Futbol Klubu hansı liqada çıxış edir? 2-ci liqada. Bəli, tamamilə doğrudur. Hədiyyəmizi təqdim edək. Məhz əvvəldə qeyd etdiyim kimi çətin suallar deyil. Bizdən isə siz Tumaos MF 2030 qazandınız. Bugün hədiyyəyə də baxa bilərsiniz. Sağ olun. Bəli. Təbrik edirik. Çox sağ olun. Çox sağ olun. Verilişə başlayanda 4 zərfdən başladıq. Artıq 3-ünün məhz sualları ünvanlandı. 3 zərfdəki suallar və hədiyyələr də öz sahiblərinə qovuşdular. Son bir zərf qalıb. Bu zərfi isə mən ekran başındakı izləyicilərimizə vermək istəyirəm. Məhz bilənlər arasında random vasitəsilə də seçiləcək və hədiyyə də öz sahibinə qovuşacaq. Odur ki, sualı səsləndirim. Zəhmət olmasa. Şəffaf Futbol Klubunun rəsmi Instagram hesabını izləyirsinizmi? İzləyənlər artıq məncə yorumlara yazdılar, rəy bölməsində qeyd edin. Hədiyyəmiz isə Mike-dən Type-C-nin məhz simli qulaqçığı olacaq. Bu hədiyyəni qazanmaq üçün rəy bölməsində kimlər izləyirsə bir dənə plus qoymaqları bəs eləyər. Şəffaf Futbol Klubunu izləmədə qalın. Onunla bağlı suallar bugün ünvanlandı və bu layihəmiz davam edəcək.
bir-birindən maraqlı, bir-birindən gözəl hədiyyələrimiz oldu. Bunlar öz sahiblərini tapdılar. TikTok, Instagram və YouTube üzərindən MyTV Sport kanalı vasitəsilə siz də bu hədiyyələrə qovuşa bilərsiniz. Həmçinin onu da qeyd edim ki, Şəfa Futbol Klubunda izləməyi unutmayın. Növbəti buraxılışlarda görüşmək diləğilə. Sağ olun, salamat qalın.